Xanımlar və cənablar, hər birinizi Çindən Avto Şanqay 2025-dən salamlayıram. Burada bir dənə avtomobil gördüm. Düşündüm ki, bunu sizə də göstərməliyəm. Bu avtomobil dünən təqdim olundu. Və təqdim olunan kimi ağlıma bir dənə cavab gəldi ki, növbəti avtomobilim məncə bu olmalıdır. Avtomobilin eksteriorindən sizə danışmaq istəyirəm. Bu çox maraqlı düzəldiblər bunu. Haval yazısı yanan loqodur. Və burada modul tipli bir neçə modul gündüz işıqları var. Gündüz işığı belə davam eləyir. Təbii ki, LED fənərlər də artıq bunu demirəm. Bu çıxıntı avtomobildə xoşuma gəldi bu hava çıxışları. Əyləc disklərini soyutmaq üçün nəzərdə tutulubdur bu. Radiator barmaqlığı aşağıda yerləşdirilibdir. Park radarları xoşum gəldi yeri. Arxa tərəfini göstərmək istəyirəm avtomobilin sizə. Amma öndən qabaq disklərini nəzər salın. 19-luq disklərdir. Maraqlı diskləri var avtomobilin. Və profildən maşın çox qəşəng görünür. Mən onsuz da öz maşınımı sevirəm. Elə bu da həmin o dizayna bənzəyir. Biraz ön tərəf dizaynı dəyişiblər, arxa tərəf dizaynı dəyişiblər. Amma yenə də bunu da sevdim. Arxa tərəfi göstərmək istəyirəm sizə. Faraya elə bu hissələn diqqətlə baxaq. Kristal tipli arxa stoplardır. Avtomobilə inanılmaz bir yaraşıq verir. Real inşallah Haval Azərbaycanın showroomunda bu avtomobili görəndə özünüz də mənim dediklərimə haqq verəcəksiniz. Öndəki kimi arxada da Haval yazısı işıqlıdır. Yanan loqo ənnəsinə qoşulub Havalda. Arxa kamera burada, nömrə yeri burada. Duman işıqları, səhv etmirəmsə burada duman işıqlarıdır. Arxa hərəkət işıqları aşağı yerləşdirilibdir. Bu bilmirəm, işıq qaytarıcıdır yoxsa duman işığı, çox güman ki, çox böyük ehtimal ki, duman işığıdır. Arxa spoiler çox xoşum gəldi. Burada da bir kamera var. Əlavə olaraq da əgər bagaja yük yıxsanız, salonun orta güzgüsü üçün bu kameranı qoyublar ki, bagaj dolu olsa sizin görüşünüzü məhdudlaşdırmasın. Bu kamera ilə orta güzgünü müşahidə edə bilərsiniz arxanı. Yük yeri olduqca genişdir, həqiqətən genişdir. Subwooferimiz var burada. Və avtomobilin ən möhtəşəm tərəfi plug-in hibriddir. Yəni, ekonomun ekonomu deyək. Çox qənaətçil avtomobildir. Hətta bildiyim qədər burada batareya burada yerləşdirilibdir, akkumulyator buradadır. Ona görə avtomobildə həm də böyük bir bagaj həcmi var. Avtomobilə mən salonda baxanda 110 kilometrlik məsafəsi var idi. Səhv etmirəmsə, əgər təcrübələrimə görə bunun da bir 20-30 kilovatlıq bir batareyası olmalıdır. Arxa sərnişinlərin divanını sizə göstərmək istəyirəm. Təbii ki, bu ağ salon biraz mənim üçün deyil, amma ki, avtomobildə qəşəng görünür. Onun bir qara avtomobili var, qara Haval Max var. Dəri salonla. O vaxt bilməm, yadınıza gəlir bəlkə 90-2000-ci illər arası rıj salon deyib hələ bir artıq da pul verirdilər ki, mənim maşınımın salonu rıj salon olsun. Həmin o qara avtomobildə, həmin o rıj salonda çox maraqlı görünür. Arxada bir dənə USB Type-C portu var, bir dənə adi USB portu var. Hansı ki, siz telefonlarınızı həm sürətli, həm adi qaydada şarj edə bilərsiniz. Bundan da heç çəkinməyin, rahat-rahat telefonunuzu şarj edin. Əsas məsələ, keçirik sürücünün, yəni gələcəkdə mənim rahat olacağım yerə. Qapı tutacaqları eyni elə mənim maşındakı qapı tutacaqlarındandır. Əyləşir avtomobilə. Bu avtomobildə əlavə olaraq məndə də bel dəstəyi var. Sadəcə düymə dəyişibdir. Düymələr xrom olubdur. Yenə 8 istiqamətdə tənzimlənən oturacaqlardır. Bəli. Ondan sonra bu artıq yenilənib burada yaxın işığın uzaq işığa keçməsi funksiyası avtomatikdir. Bəlkə Haval H6-nın Çin bazarında olanda belədir, amma hal-hazırda burada Çin bazarı Max-da belə görürük. Rəqəmsal alətlər paneli böyüyüb, cənablar. Bax, belə. Bu lazımdır. Yoxsa bir dənə balaca bir ekran qoyursunuz, interfeys əladır. Artıq xəritəni burada görə bilirsiniz. Ümid edirəm ki, qlobal bazara çıxan avtomobillər də bu funksiyonallıqda olar. Böyük bir multimedia monitorumuz var burada. Wireless charging. Bu düymələr olduğu kimi qalır. Klimat kondisionerin düymələri, qaza durma işığı, monitoru söndürüb yandırma düymələri. Və burada bir
cibimiz var bizim. Burada aşağıda bir cibimiz var. USB, 2 adet USB'miz var sağda solda. Baxın, burada kameramız var, amma burada artıq bizim o zad yoxumuzdur. Çox güman ki, elə buradakı kamera DVR rolunu oynayır. Çünki buradakı kamera çox güman ki, çox böyük ehtimal ki, DVR rolunu oynayır. Mən hara girdim? Burada baxın, lidar skaner görün necə maraqlı işləyir kameralar. Görün necə dəqiq işləyir. Gələn hamını anında deyərim ki, tuta bilir. Və adam keçdi qanundan tutdu onu. İndi avtoparklanma və arzulağa nəzarət sistemi var avtomobildə. Ən əsas məsələlərdən biri də sükanın yaxşı olmağıdır. Sükan artıq daha qalındır və yol tuşunu bu yaxşılaşdırır. Mənim avtomobildə sükan biraz nazikdir, xoşum gəlmir. Rahat da oturacaqlar. Havalla bənzərliyi çoxdur. Head-up displeyimiz buradadır. Burada bir səs spikerimiz var. Məndə maşında da var o. Və tam panoramik tavanımız var burada. Yəni, cənablar, istədim sizə də göstərim bu avtomobili. Qısa bir icmal idi. Bateriyanın həcmindən, mühərrikindən xəbərim yoxdur. Çünki bu da Çin dilindədir. Kimə nə deyirsən, insanla göz kontaktı qurmağa çalışırlar. Hələ o qədər inkişaf eləmədiyim üçün o göz kontaktlarını başa düşə bilmirəm. Burada bir də Face ID var. Face ID-ni gördüm. İnşallah ümid edirəm o Face ID də növbəti illərdə qlobal bazara, beynəlxalq bazara çıxanda Haval Max-da mövcud olar. Hələlik mən bu Max-ı burada saxlayıram. İnşallah arzusunda olan hər kəsə qismət və eyni ilə mənə də videonu bəyənməyi, paylaşmağı. Bir də orada abunə düyməsi var. Abunə olmamızsa o zınqırovu işarələməyi yaddan çıxarmayın ki, yeni videodan xəbərdar olasınız. Abunə olun ki, mənə də dəstək olasınız. Hələlik cənablar, Çindən salamlar.